Şeyxülislam İbn Teymiyyə rahimehullah deyirdi ki, "Əl-qalbu innəmə xuliqa li zikrillah." Qəlb xəlq olunub ki, Allah Taala'nı zikr etmək üçün. Qəlb, yəni Allah Taala hər şeyi bir şeyə görə xəlq eləyib. Və qəlbi də xəlq eləyib ki, o qəlblə sən Allah Taala'nı zikr edəsən. Və buyurur ki, rahimehullah Şeyxülislam İbn Teymiyyə, "Qalə ba'dul hukama el-mutaqaddimin." Əvvəlki hakimlərdən, yəni hikmət sahiblərindən olan biri deyirdi ki, Şam əhlindən idi. Deyir, "Əzunnuhu Süleyman el-Xavvas." Deyir, elə zənn edirəm ki, Süleyman Xavvas olub, rahimehullah. Deyirdi ki, "Əz-zikru lil-qalbi bi bənzilətil-xizalil cəsəd." Zikrin qəlbə olan təsiri, yəni qidanın bədənə olan təsiri kimidir. Qidanın bədənə olan təsiri kimidir. Fəkəmə lə yecidul cəsədə ləzzətə ta'am mə'əs-səqam. Necə ki, bədən xəstə olduğu vaxt yeməyin, təamın dadını dada bilmir. Yəni, insan xəstə olanda nəsə yeyəndə artıq tam olmur ağzında. Yəni, o ləzzəti dadmır təamı. Elə də deyir, əgər o qəlbdə dünya sevgisi varsa, o qəlb zikr edəndə Allah, yəni zikrin ləzzətini dadmayacaq. Yəni, qəlbdə, ona görə sələflər deyirdilər ki, insanın qəlbində dünya sevgisi ilə Allah sevgisi bir yerdə cəm ola bilmir. İnsanın qəlbində dünya sevgisi ilə Allah sevgisi cəm ola bilmir. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, Süleyman el-Xavvas deyirdi ki, dünya sevgisi varsa insanın qəlbində, o qəlb zikr edəcək, lakin zikrin ləzzətini dadmayacaq. Ona görə qardaşlar, Allah Taala misallar çəkir Quran-ı Kərimdə ki, qəlblər var sərtləşən qəlblər var. Misal üçün, o qəlblər ki, şəhvətə meyillidir, həmçinin var o qəlblər ki, Allah Taala'nın zikirdən rahatlıq tapır. Ona görə insan qəlbini o hala gətirməlidir ki, o qəlb Allahla rahatlaşmalıdır. Yəni, Allah Taala'nı zikr etməklə rahatlıq tapmalıdır. Ona görə Allah Taala buyurur ki, İnnəməl mu'minunəl-ləzīnə izə zukirallah vəcilət qulubuhum. Möminlər o kəslərdir ki, Allah Taala zikr olunanda onların qəlbləri əsər. Onların qəlbləri titrəyər. Möminlər onlardır. Yəni, insan, indiki mömində görürsə, Allah Taala xatırlanır, Allah Taala zikr olunur, lakin insanın qəlbi əsmir. Yəni, insanın qəlbi heç ruhu rəncimir. O haldadır. Yəni, artıq o qəlb meyid olan qəlbdir. İnsan qəlbini o qədər müalicə etməlidir ki, o qədər hazırlaşmalıdır ki, qəlb Allah Taala'nın adını eşidəndə, yəni və ya Allah Taala'nı zikr edəndə deyil, artıq qəlb oyaq olsun. Yəni, qəlb oyaq olsun və o zikrin ləzzətini datsın. Ona görə Allah Taala buyurur ki, "Əllezîne âmenû və tetma'innu qulûbuhum bi zikrillah." O kəslər ki, iman gətirib, onların qəlbi Allah Taala'nı zikr etməklə rahatlaşır. Onların qəlbi, yəni həqiqi iman gətirənlərin qəlbi Allah Taala'nı zikr etməklə rahatlaşır. İndiki müsəlmanlar görürsən, çox təəssüflər, yəni hansısa dünya məqamında və ya misal üçün hansısa başqa şeylərlə öz qəlblərini rahatlaşdırırlar. Başqa şeylərlə öz qəlblərini rahatlaşdırır. Və ya misal üçün sıxıntı olanda gedir filan kəsin yanına, gedir filan kəsin yanına uşaqlarla oynayır və s. Yəni Allah Taala'nı zikr etməklə qəlbini rahatlaşdıra bilmir. Artıq müsəlmanların, yəni o qəlbdə iman zəifdir. O qəlbdə iman zəifdir ki, Allah Taala'nı zikr etməklə rahatlaşa bilmədi. Çünki Allah Taala açıq aydın deyir ki, ayədə o kəslər ki, iman gətirib, onlar deyir Allah Taala'nı zikr etməklə rahatlaşırlar. Ələ bi zikrillahi tatma'innul qulub deyir Allah Taala. Bilin ki, Allahı zikr etməklə qəlblər rahatlaşır. Allahı zikr etməklə qəlblər rahatlaşır. İxlasla.com saytı tərəfindən təqdim olundu.